Doktor, qorxu ilə həyəcanın fərqi nədir? Həyəcan qeyri-müəyyənlikdən yaranır. Yəni insan səbəbini bilmədiyi, yəni sonunu bilmədiyi, nə ilə nəticələnəcəyini bilməyəcəyi bir haldan həyəcan keçirir, narahat olmağa başlayır. Qorxu isə müəyyən bir predmet olur, hal olur, hadisəyə qarşı yönəlmiş olur. Məsəl üçün bir şəxsin hansı bir təhlükələ üzləşdikdə həmin təhlükənin qorxusunu yaşayır, sonra həyəcanını yaşamağa başlayır. Amma həyəcanın özündə isə bir qeyri-müəyyənlik olur. Yəni ümumiyyətlə həyəcanı biz qruplaşdırsaq, birinci real, yəni normal yaxud real olan həyəcan hər hansı bir təhlükəyə qarşı yönəldikdə yaranan həyəcan hallıdır. Yəni müəyyən bir imtahan qabağı həyəcan olsun, yaxud da ki müəyyən bir heyvanın insanın üzərinə hücum etməsi olsun, ya digər bir təhlükəyə yaşamasından olan bir həyəcan kimi qiymətləndirmək olar. İkinci, belə desəm, nevrotik həyəcandır. Yəni xəstəlik fonunda baş verən bir həyəcan, narahatlıq keçirməsidir. Yəni bir burada səbəbsiz yerə daxilən təşviş, narahatçılıq olması. Üçüncü, belə desə, bir də bir insanın əxlaq, mental dəyərlərinə yaxud əxlaq dəyərlərinə görə olan bir həyəcan, narahatçılıq keçirməsidir ki, bu zaman bu əxlaq dəyərləri baxımından öz geyimi olsun, sir danışığı olsun, öz davranışına görə əxlaq normalarını qarşılayıb qarşılamamasından yaranan bir həyəcanla kimi qruplaşdırmaq olar.